Elə qəşəng hava var ki, çox qəşəng hava var. Həqiqətən də yaz mənim ən xoşladığım fəsildir. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Havalar qəşəng istilənib, həqiqətən də hava isti olanda mənim də enerjim yüksək olur. Oyandım, işə həmişə birinci öz otağımızı təmizləməkdən başlayıram. Bu yatağın üstünü bağlayanda, ümumiyyətcə yataqların üstünü bağlı olanda adam elə bilir ki, artıq çox işi bacarmısan. Ona görə də belə bir kitablar var ki, öncə yatağını düzəlt. Deməli bu xonça 8 il əvvəlin xonçasıdır. Bu xonçanın da içərisində belə hətta nişan konfetlərimdən də qalıb belə 8 il əvvəlin özüm bəzəmişdim bunların hamısını. Belə. Yəni bunlardan da var idi. Bu da işə yaramır. Bu belə ağzı açıq idi. İçərisində də səhv etmirəmsə kosmetikalar var idi. Amma bu mirvarları mən baha almışdım. Bir paçkasını 10 manata almışdım. Fikirləşdim ki, niyə də bunu bu formada atım. Bunları bir-bir çıxardacağım. Ona görə də gözləyir ki, bu inşallah bəxti açılacaq. Bunu qopardacağım. Bu corabları qatlamalıyam. Öz otağımızı belə səliqəli qoyduqdan sonra ikinci isə keçirəm dayım Hüseynin yatağını düzəldirəm. Bu uşaq axşamlar maşınla yatır. Görsən nə yer oradan Hüseyin? Maşınlar. Yalan. Axşamlar bu uşaq bu maşınlarla yatır. Hər dəfə yeni bir şey kəşf edir. Son zamanlarda demək olar ki 2 aydır və yaxud bilmirəm 1 aydır ki 2 dənə yorğanı üst-üstə yatır. Yorğan üzü deyirsiniz ki, niyə keçirtmirəm? Çünki yorğan üzü xoşlamır. Nə zaman keçirdirəmsə onu qarışdırır və deyir ki, ana xoşlamıram. İçərisi qarışır, nə bilim pastel belə qarışır, çıxır yorğandan. Ona görə də ən salamatı elə istifadə etmirəm. Lazımdır ki, dar olsun. Məndə də dar yoxdur. Buraları düzəltdim. Prost iş çox idi deyə kamerasız elədim. Buraları sərgiyə saldım. Bu futbolkalar aşağıdaydı, yuxarı qaldırdım. Şalvarlar, koftalar, məktəb paltarlarını üzə qoymuşam belə. Amma bura darmadağındır. Bunu da inşallah gələn dəfə. Buralar hamısı dağılıb. Hüseynin bu sirməsini də sərgiyə salmışam. Üzr sayın, bunu həmişə ayağımla açıram. Yenə də ayağımla açım. Buranı da sərgiyə salmışam, corabları falan. Bir dənə dəsmallar olan yer qalıb bu otaqda. Belə. Bunu dünən Hüseynə kursdan veriblər, Novruz hədiyyəsi olaraq. Çox xoşuma gəldi. Düz rəngi bənövşə idi. Hüseyn deyir qız rəngidir, amma çox qəşəngdir. İndi qutuya sizə göstərmək üçün qoydum. Əslində bura qoyub. Mən də deyirəm ki, bura çox qarışıqdır Hüseyn. Hər bir şey bura yığılsın. Deyir ki, əl vurma, bu mənim dekorumdur filan. Necə dekordur bilmirəm. Həqiqətən də çox qarışıqlıqdır. Sadəcə əl vurmaq istəmirəm. Bu Ronaldo dəftərini də çox bəyənmişdim. Çox xoşum gəldi. Hüseyn Ronaldo xoşlayır. Elə bil ki, özümü almışam Hüseyndən daha çox. Nəsə Allaha məktub yazıb burada. Bunu isə bir dəfə də olsa istifadə eləməmişik. Bu kolonkadır. Yəni anam almışdı əslində Kərbalaya gedəndə, istifadə eləməmişdi, vermişdi mənə. Sadəcə işləmir. Yəni basırıq, işləmir. Necə işlədiyini də bilmirəm. Arxada on-off düyməsi də var əslində. Yəni onu da basıram, bilmirəm. Nədənsə reaksiya vermir. Bir dənə zaretkiyə taxanda nəsə işığı yanıb sönür, bir səs çıxır, fisyo. Əgər biləniniz varsa ki, bu necə işləyir, kömək eləyə bilərsiniz. Birazdan gedəcəyik ad gününə, hansı ki xalam qızının ad gündə 10 yaşı olur. Mən getdim bir dənə boks hazırlamaq istəyirdim. Belə bir mişqa aldım. Bu mişqanı da niyə görə aldım? Bu dəftərə görə üstünə rənginə düşür deyə. Bu dəftəri o qədər çox bəyənirəm ki, içərisini açanda birinci 3-4 səhifə hansı ki belə stikerlər var. Doğum günü mübarək olsun, kofe olsun, nəsə belə dəftəri bəzəmək üçün yapışqanlar var. 3-4 səhifəsində. Qalanı isə ajandadır. Hansı ki gəlirlər bölməsi var. Gəlirlər, çıxarlar, haralara pul xərcləmisiniz. Belə bir rəngləmə yeri var. Həftəlik belə bir rutinlər var, zincirlər var. Həftəlik, günlük planlar var. Hər bir səhifəsi də getdikcə rəngləri başqa olur. Yəni yeni bir həftəyə keçəndə belə, yeni bir aya keçəndə rəngləri fərqli olur. O qədər qəşəngdir ki, dəftər çox xoşum gəlir. Belə bir saç aksesuarı da almışam. Mən uşaqlıqdan ürəyim gedirdi belə saç aksesuarları üçün, özüm də istifadə edirdim. Bu mişqaya uyğun bir dənə qəşəng aksesuar və dəftərə uyğun da bir dənə belə qələm aldım. Və belə bir qutu götürdüm. Qutunun üstü mişqanın rənginə uyğundur deyə belə qutuya bəzəməyi qərarı aldım. Direkt qutuya qoymayın. Direkt qutuya qoyanda belə quru görsən
köklənir. Ona görə də belə bir kağız ola bilər, belə saçaqlar ola bilər. Nə eləsə birinci qutunun içərisinə qoyursunuz. Ən əsası birinci seçmək lazımdır ki, nəyə uyğundur, rəngləri bir-birinə uyğun olsun. Sevmirəm ki, belə hədiyyə alanda hərəsi bir rəng olur. Heç də qəşəng görünmür onda görünüş olaraq. Hüseyn isə mən kiməsə nəsə alanda deyir ki, ana heç ondan mənə eləmirsən. Yəni həqiqətən fikirləşirəm ki, görəsən eləmirmişəmmi? Hə, ana o giron o. Ana, Cüstən, sən çox beyinli adamsan. Cüstən, o içinə qoy. Ana, sən nə beyinli adamsan? Zeka. İşte benim ona. Daha sonra isə yerlərini təyin edirəm. Yəni belə hədiyyələrə kley vurmaq yaxşı deyil, çünki sonra izi qalır. Və daha sonra fikirləşdim ki, nəsə bir gül qoymaq daha yaxşı olacaq. Bunun rəngini açmaq üçün bütöv hər bir şey belə qəhvəyi rəngdə olmasın. Əvvəllər əl işi görəndə mənə yazırdılar ki, siz kurs verirsiniz ya yox. Burada deyim ki, əsas məsələ mənim ən yaxşı etdiyim bir şey deyə bilərəm ki, özümdə çox bəyəndiyim və hamının da çox bəyəndiyim mənim rəngləri düzgün seçməyimdir. Məsələn, mən burada bu rozvu rəng gülü qoyuramsa əgər, amma onunla da ahəng daşımalıdır. Mən təkcə ora rozvu gülü qoysam o qədər də ahəng daşımayacaq. Onun üçün bax məsələn bunu bir buket halına gətirdim. Hamısı bir kompozisiya kimi görsəndi. Və yaxud da olur ki, dəxlisiz bir yerdə tutam göy rəng qoyurlar, qırmızı rəng qoyurlar və o orada tək qalır. Onda çox pis görsənir. Ona görə də diqqət etməyiniz lazımdır ki, əgər bir yerə məsələn göy rəng qoymusunuzsa, digər bir yerə də mütləq bir ədəd də olsa göy rəng qoyulmalıdır ki, bir-birinə ahəng daşısın. Necə oldu, bəyəndin? Çox qəşəng. Tərpətmə Hüseyn. Bunlar məndə. Baxın. Əymə də Hüseyn düz tut. Nə olar? Ana, ayağıma çəkirsən, kaş bunu. İkisini də. Bu. Belə bir şey alındı. Əminəm ki, çox bəyənəcək. Çünki uşaqlar belə bir şeyləri çox bəyənirlər ki, bir neçə hədiyyə toplusu olsun. Və ən sevdiyimiz də bu dəftərdir. Həqiqətən mən dəftərlərə bayılıram. Yəni hansı dəftər olursa olsun, dəftər almağı sevirəm. Nə qədər də alsam bezmərəm deyə düşünürəm. Burada videonun bu yerində artıq nə deyəcəyimi bilirsiniz. Zəhmət olmasa 1 saniyənizi ayıracaq, amma bu mənim üçün çox vacibdir. Videonu bəyənməyi, abunə olmağı unutmayın və gözəl rəylərinizi təbii ki, mənimlə bölüşməyi. Nərdivanda gördüyünüz hamısı Hüseynin balaca paltarları filandı. Onları çıxartmalıyam. Yuxarını da səlgiyə salmalıyam. Əslində bu kurtkaları da mən səlgiyə salmışam. Heç sizə göstərməmişəm. Sadəcə indi götürmüşəm deyə pozulub və buralar artıq səlgəlidir. Sadəcə buradan balaca paltarlardan çıxartmışam yuxarı və çoxlu çirkli paltar çıxartmışam. Əslində çirkli deyil, nə zamandır yumadığım paltarlar filan. Hamısını çıxartmışam ki, yavaş-yavaş yuyum. Çünki həqiqətən də belə bir enerji gəlir. Yay olan kimi, hava istilənən kimi adam istəyir ki, hər bir şeyi yusun, təmizləsin, qoysun. Hamam xalatlarda 3 dənə hamam xalatı vardı hamamda. Düşündüm ki, nəyə lazımdır o qədər hamam xalatı. Ona görə də bunları da atacağam. Hamısı yuyulsun, götürün bir dənə saxlayın. Bəzi paltarlar olur ki, paltarı yuyana qoysan belə, çıxardanda görürsən ki, onda ləkə qalıb. Həmən paltarları siz necə edirsiniz ki, ləkəsi qalmır? Həqiqətən də adamın gözündən düşür paltar, ləkə də getmir. Onda mən çox hirslənirəm. Bir də atsam da bir də getmir yenə. Bal xarlanmışdı. Əməlli xarlı idi. Qoydum atapleniyanın üstünə, qəşəng durulaşdı. Burada deyirəm ki, gedənə qədər evdə nə iş varsa onları da həll edim ki, evə adam səlgəli qoyub çıxanda elə yaxşı olur ki, qaydanda da evə girəndə ürəyin açılır. Günü-günə satıram, inşallah başlayacağam, amma şirniyyat eləməyə görə şirniyyatlar necə çıxacaq? Hələ ki, bu ad gününü falan yola verim, inşallah başlayacağam. Zəhmət olmazsa qonaq otağında olan şeylər gətirə çevri qabları. Onlar çəkir. Hə. Mən çəkir. Hə. Mən onu çəkir. Budur. Bir də səhət çəkir. Gözlüyü ki, gətirəsən çirkli qabları. Gətirə bilərsən bir şey. Ana, gedirik. Hə? 2 saata gedirik. 2 saat, ola. 2 saat. Ha. Qabları yum, vaxtımız keçsin. Üstü gətirə bilərsən? YouTube-dakı hamı xahiş edir. Hüseyin gətirsin qabları. Xahiş edirik. İşimi görə Hüseyin də həvəsləndirdim ki, otaqdakı qablar da o gətirsin, onlar da yuyum, hamısı bitsin. Bu yaxında da tətildə artıq tətil olmağına sevinirəm. Bir yandan sevinirəm ki, artıq o yollarda yorulmayacağam, canım dincələcək. Bir yandan da deyirəm ki, uşaq da bütün günü evdə olanda həm istəkləri bitmir, həm adam həqiqətən də hirslənməkdən yorulur. Bəzən baxıram ki, heç bir iş görməmişəm, sadəcə əsəbləşməkdən. Çünki uşaqlar həqiqətən də sözə qulaq asmırlar. Bizim kimi deyirlər. Biz əvvəllər başqa cür idik, böyüyün sözünə qulaq asırdıq. İndiki uşaqlar elə deyil. Öz istəkləri onların ön plandadır. Biz isə bilmirdik ki, istək nə deməkdir. Açıqı da vurmusan. Çox sağ ol Hüseyin, çox sağ ol. Anne, heç qoya bilsəm sənə sağ ol deyərsən, amma... Bir qoy da.
Məncə bir-bir qoymağım daha yaxşı olur. Nə bax bir dənə? Hə? Bir dənə mənə bax. Yan baxıram bana. Bir kömək edeyim. Sağ olun. Çox sağ ol. Orada geyinməyə paltar götürürük. Hüseynə tərləyir. Ona görə. Tapdım. Harda? Axırıncı şkafının ən üstündə. Qulfu sallanırdı, onu götürdüm. Ay, çox sağ ol. Bütün simmələri axtardım. Teşekkür ederim pişim. Sağ ol. Mən isə gedəndə belə bir şey geyindim. Belə bir kostyum var idi. Yoldaşım almışdı mənə hədiyyə. Altından belə bir saroçka geyindim və gedirik. Artıq hazırıq, çıxacağıq evdən. Hədiyyəmizi də götürək. Hədiyyəmizi də götürdük. Gedirik, əl eləsin. Yolla gedəndə xoşuma gəlir ki, pəncərədən çəkim sizə belə video, xoşuma gəlir həmən görüntü. Sadəcə hər adamın da pəncərəsi təmiz olmur. Elə pəncərələrə həmişə rast gəlirəm ki, dumanlı, səliqəsiz. İndi isə qəşəng-qəşəng sizə çəkə biləcəm. Yolda isə həmişə belə Azadlıq parkında indi görəcəksiniz, Novruz dekorları qururlar. Belə dekorları elə xoşlayıram ki, yəni məndən olsa belə bayram olanda istəyir yeni il olsun, istəyir başqa Novruz bayramı olsun, belə qəşəng dekorlar qurardım yolun hər yerinə. Dəftərə aç, bax bir də dəftərə. Bir də dəftərə bax. Orada həm stikerləri var. Xədiş, bax. Həm də yaza biləcəksən ajanda kimi hər gün. Saçlar çox gözəl. Mişka. Ay canım ben. Bunu biraz kleyləmişəm. Çıxar, bunu dedim ki saçına takarıq. Bir dəqiqə. Yuka, onu çıxart falan. Saçına taxaq. Oy, ayağı tıxlayım. Zajemlidir. Sən xoşladığın saç rəngi var. Əsas odur ki, hədiyyəmi çox bəyəndi. Bunun dırnaqlarına baxın. Özünə dırnaq qoyub. Çox qəşəng görsənir. Həqiqətən də bu qız öz anasından çox mənə oxşuyur. Mən də uşaqlıqda belə şeyləri çox xoşlayırdım. Belə rəngli saç sakolkalar olsun, dırnaq qoymaq olsun. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Burada gördüyünüz kimi artıq uşaqlar tort kəsmə mərasiminə keçib. Hüseyn isə özünü öldürürdü ki, o Mişkanın burnu mənimdir, tortun burnu mənimdir. Uşaq gücündən bir tər kəsdi də o tortunu. Kəsəndən sonra isə dedim ki, Xədicə, ver onun burnunu Hüseynə rahatlaşsın. Adı versən. Yeməkdən sonra isə artıq çayla şirniyyat içdi və gecə idi. Artıq birləşlirdi, evə dağılışdı. Burada artıq videonu sonlandırmaq istəyirəm. Ümid edirəm ki, video xoşunuza gəlmişdir. Əgər xoşunuza gəlsə, dediyim kimi videonu bəyənməyi, gözəl rəylər yazmağı mənə unutmayın. Sağ olun, gələn videolarda görüşmək üzrə.